Where you from? From Vancouver, Canada. Anchorage, Canada. Saskatchewan. Vancouver. Saskatchewan, Canada. Vancouver. Alandan gelen Vancouver. Vancouver'den gelen alanda 5.9 motor, 1900 kub, Rolling Thunder. Ümumi tədbirə gələn hər kəsə çox təşəkkür edirik biz. Hansı ki, hələ də gözləyirlər bu istidə, bu küləkdə, hava şəraiti o qədər də normal olmasa da. Çox sağ olun ki, buradasınız. Xüsusilə uzaq bölgələrimizdən gələn qardaşlar, çox sağ olun. Çox sağ olun ki, sahib gəlmişsiniz. Bizim üçün bu çox xoşdur. Zaqtaladan Road Owners klubunun üzvünə bu sertifikatı təqdim edirik. Çox sağ olun. Bravo! Çok sağ olun minnettarım. Hürmetim Sabiye. Oydu alıştı. Can basın, can arasın, arada can arasın. Can arasın arasın. Can arasın. Təbii sertifikatını tərtib edin. Yetim Məhmədoğlu İvadəs. Təbrik edin. İştirakçı kimi, tamaşaçı kimi necə olsun gəldilər. Təşəkkür edirəm hər birinə. Hər bir burada olan kəsə, hər bir baykerə, xüsusən baykerlərə Fərman dayı və ondan çox yaşamağı arzu edirəm və bayk üzərində yaşamağı arzu edirəm. Fərman dayı, təbrik edirəm. Allah sənə uzun ömür qismət eləsin, sağlam ömür qismət eləsin. Həmişə bizim sıralarımızda olasan. Buyur. Ama neyse birinci yer yani yere değil de sabır mı? Şimdi Hüseyin o, bir balaca fərqlə ikinci oldum. Gələn dəfə söz edirəm, birinci olmaram. Çox təşəkkürlər edirəm. Gecədən mənə Əliyev Rövşən. Yusuf müəllimə təşəkkürümüzü bildiririk. Yusuf müəllim bizə çox güclü öz təcrübəsini bizlə bölüşdü. Və mən 600 kub olaraq gəldim, buraya 3-cü yerə çıxdım bu qədər baytlar içində. İnşallah gələn yarışlarda hər bir idmançıya uğurlar bölüşərik inşallah. Olacaq iştirakçılar hamısı çox gözəl iştirak elədilər. Hamıya afərin və birinci, ikinci, üçüncü yerlərin qaliblərini xüsusən təbrik edirəm. Halaldır sizə uşaqlar, afərin olsun. Hamıya çox sağ ol. Real Riders'a çox sağ ol. Gözəl tədbir təşkil eləmisiniz. Yəni həqiqətən də həm təşkilatçılıq, həm maraq, həm o qardaş rəng qatıb bu yanan mototsiklına. Ona xüsusi təşəkkürümüzü bildiririk. Səni də qardaş təbrik edirik. Davam elə işi. Bu bizdən. Çox sağ olun. Motobaz. İç təkər 50 manatlıq kupon nağd şəkildə veriləcək, nağdlaşacaq az sonra. Motopro 25 manatlıq istədiyin bir şey Motoprodan götürə bilərsən. Yağlara aiddir bu, ipon məhsullarına. Motobazdan 25 manatlıq nə bir tapdın götürə bilərsən. 300 manat dəyərində və təbii ki diplomla tərtib olunacaq. 300 manat dəyərində hədiyyəmiz 100 manatı ipon məhsullarına, 100 manatı nağd şəkildə iki təkər dükanından veriləcək. Səhv getdi, 100 manatı. Hərəsindən 100 manat, Motobazdan da 100 manatlıq bilet təqdim olunacaq.
yaxınlaşıb nə ürəyiniz istəyir götürə bilərsiniz. Təbrik edirik. Əla nəticə idi. Yarışın qalibi birinci yer Babayev Camal. Təbrik edirik onu. Motomondonun nümayəndəsi, Sabir müəllimin tələbəsi. Birinci yerimizə 200 manat nağd pul mükafatı 2 təkər dükanından, 200 manatlıq hədiyyə kuponu Motoprodan, 200 manatlıq hədiyyə kuponu Motobazdan. Çox sağ olun sponsorlara da təşəkkürlərimizi bildiririk. Onların da ürək sözlərini alacağıq. Qalibimizi təbrik edirik. Bravo. Aydın bəy, təşəkkürlər. Motopronun nümayəndəsi Ayaz bəy, təşəkkür edirik. Və nəhayət Motobaz dükanının, bizim sevimli dükanımızın nümayəndəsi, hamımızın sevimlisi Anar bəy. Xahiş edirəm, ürək sözlərinizi çatdırasınız. Çox sağ ol Elvin. Çox sağ olsun bütün baykerlər. Amma qalibləri də təbrik edirəm. Maşallah gəncdir. O gün olsun dünyalardan səs gəlsin Sabir. Uğurlar. Amma Elvin bir kəlmə deyən kimi burada şərait bütün baykerlər üçün yenə deyirəm. Burada təmənnasız hər bir şərait var. Buyurub gələ bilərsiniz. Sağ olun. Bayqlan terasa bizdən xüsusi təşəkkürnamə verilir. Çox sağ olun. Dəstəyiniz üçün təşkilati dəstək. Motopro. Yəqin ki, aramızda tanımayan yoxdur. Həm təmir işləri ilə məşğullar, həm ehtiyat hissələri satırlar, həm də müəyyən sürtkü yağları. Motoproya xüsusi təşəkkürlər. Motopro'nun rəhbəri Alex bəyə xüsusi təşəkkürlər. Nümayəndəsi Ayaz bəyə xüsusi təşəkkürlər. Sağ olun ki, siz də bizim yanımızdasınız, bizə dəstəksiniz. Təşəkkürlər. Nə qədər də motosikletlə əlaqəli bir şey olmasa da, bir mağaza olmasa da, iki təkər yoldaşlığı hər yerdə özünü göstərir. Bu tədbirimizdə də iki təkər yoldaşlığı həqiqətən özünü göstərdi. Aydın bəy, tədbirin təşkilatçılığını eşidən kimi sağ olsun, canla başla dəstək edə biləcəyini bizə bildirdi. Sağ olsun iki təkər. İki təkər yarışda bizə dəstək oldu. Motorrider Akademi, Çingiz müəllimin təcrübəsinə şübhə yoxdur. Kim ki onun dərslərini alıb, eşidirik ki, bizi almasaq da eşidirik ki, çox mükəmməl dərs verir. Klub olaraq hamımız təcrübəli bayker olsaq da biz hazırlaşırıq ki, Çingiz müəllimdən dərs alaq. Çünki profesional sürüş, profesional yanaşma bu başqa şeydir. Sürürük. Azərbaycanın getmədiyimiz bölgəsi yoxdur. Amma bilərəkdən qaydalarla sürmək başqa şeydir. Onu da ancaq təlimçilərdən ala bilərik. Çingiz müəllim, bugün səhhətinizlə bağlı problemlər yaransa da çox sağ olun ki, yarışımızı yarımçıq buraxmadınız. Axıra kimi, sona kimi izlədiniz. Qalibin çıxmasına, qalibin birinci yerin müəyyən olunmasına bizə dəstək oldunuz. Təşəkkür edirik sizə. Motorrider Akademi Instagramdan da izləyə bilərsiniz, təlimlərə də qoşula bilərsiniz. Mükəmməl təlimçidir. Təşəkkür edirik. Biz klub üzvləri olaraq təşəkkür bildirmək istəyirik. Prezidentimiz Elvin müəllimə, vitse-prezidentimiz İskəndər, Elçin və Cavid abimizə təşəkkür edirik. Əziyyətinizi çalışdıq ki, yerdə qoymayaq. Maraqlı tədbir keçdi və axırıncı olundu. Yenə olsun, çoxlu olsun. Çoxlu, necə deyirlər, rayonlara gedək, gəzək və çoxlu belə tədbirə təşkil edək. Klubun da yubileylərini qeyd eləyək, necə deyirlər. Girişdən çıxışa kimi hər yerdə klub üzvlərini gördünüz. Təşkilatçılığın bütün hissəsi onların payına düşür. Çox sağ olun hər biriniz.